Mən bu çıxışdan sonra sizə söz verirəm ki, əgər çıxışıma mən çatdıra bilsəm fikirlərimi, tam bunu dəqiq bilmirəm çatdıraram yoxsa yox, çatdıra bilsəm və siz mənim dediklərimə əməl etdiyiniz sürəcə həyatınızın sonuna kimi xoşbəxt olacaqsınız. Mən bunu söz verirəm. Sadəcə belə deyim də, iki məsələ var. Mən bunu düzgün çatdıra bilməliyəm və siz bunu əməl eləməlisiniz. Xoşbəxtlik nədir? İstəyirəm ki, buna özünüz cavab verəsiniz. Telefonunuzda yazın, harda istəyirsinizsə qeyd eləyin. Mən də sonda cavab verəcəm. Ümumiyyətlə, yaşamaq iki qanun üstündə formalaşır. Birinci, məişət qanunlarıdır, ikincisi isə metafizik qanunlardır. Mən bura, belə deyək də, elm, fizika, bunlar hamısı məişət qanunlarıdır. Bizə məktəbdə öyrədilənlər, valideynlərimizin bizə öyrətdikləri, atalar sözləri, hamısı məişət qanunlarının üstündə qurulub. Amma dünyada bir dənə də qanun işləyir, bu metafizik qanunları. Mən bunlara dayaq qanunları deyirəm. Bu dayaq qanunlar isə həyatın əsl gerçəkliyinin dövr elədiyi nöqtələrdir. Əsl gerçəkliyinin. Biz istər-istəməz məişətdə istifadə edirik məişət qanunlarını, elmi qanunları və s. Fizikanı və s. Məsələn, mağazaya gedirsiniz, 2 kilo alma alırsınız. Burada fizika işləyir, riyaziyyat işləyir və s. Amma həyatın özündəki çabalayırıq, orada işləyir metafizik qanunlar. Fərq nədir deyirsinizsə, belə xırda sizə deyim. Məsələn, su 100 dərəcədə qaynayır. Bu bir elmi qanundur. Yəni, siz getsəz, harada laboratoriyaya salıb yoxlaya bilərsiniz. Amma metafizikaya görə, metafizik qanununa görə, ümumiyyətlə, dərəcə özü çox nisbi anlayışdır və ümumiyyətlə, suyun 100 dərəcədə qaynaması həyati olaraq heç nəyi dəyişmir. Məsələn, sabahları belə deyək də, elm kəşf eləsə ki, su 100 dərəcədə qaynamır, 50 dərəcədə qaynayır. Bu, elm üçün çox böyük bir məsələ olacaq, elmdə çox böyük bir dəyişiklik olacaq. Amma metafizik qanunlara görə heç bir dəxil olmayacaq. Suyun 100 dərəcədə qaynaması ilə 50 dərəcədə qaynaması arasında heç bir fərq yoxdur metafizikaya görə. Həyatın qanunlarının, yaşam qanunlarına görə heç bir fərqi yoxdur. Və yaxud da biraz daha belə məsələni sadələşdireyim. Məsələn, bizə öyrədiblər ki, yaxşı oxusan, yaxşı iş taparsan. Amma metafizikaya görə, metafizik qanunlara görə yaxşı oxumaqla iş tapmaq arasında əlaqə yoxdur. Yaxşı iş tapmaqla yaxşı oxumaq arasında heç bir əlaqə yoxdur. Çox təəccüblüdür, düzdür fikrim, amma izah eləməyə çalışıram. Yəqin siz bunu görürsünüz. Məsələn, elə tələbə yoldaşlarınız var ki, onlar heç dərs oxumayıblar yaxşı, amma çox yaxşı yerdə işləyirlər. Elələri var ki, çox yaxşı oxuyublar, onlar yaxşı yerdə işləmir. Niyə belədir? Əgər məişət qanunları işləyirsə, onlar elə olmalıdırlar. Amma biz həyatın gerçəkliyinə baxırıq ki, bu belə deyil. Niyə? Çünki həyatın əsl gerçəkliyində metafizik qanunlar işləyir. Metafizik gerçəkliklər işləyir. Bu günləri sizə bir dənə metafizik gerçəklik haqqında danışacağım və bu metafizik gerçəklik həyatın xoşbəxtliyini gətirən gerçəklikdir. Bu gerçəkliyin adı bundan ibarətdir. Nəticə bizim yaratdığımız səbəblərdən asılı deyil. Bu bir metafizik qanundur. Bizə nə öyrədiblər? Qərbdən bizə pompalanan nə olub? Həmişə biz motivasiya kitabları oxumuşuq. Nə oxumuşuq? Çalış, vuruş, hər şey sənin əlindədir, nəticəyə çatacaqsan, sən nə istəsən eləyəcəksən və mən bugün burada gəlib deyirəm ki, belə deyil əslində. Baxın, bunu çox bəsit bir qanunla izah eləmək istəyirəm, bəsit bir misalla izah eləmək istəyirəm. Məsələn, siz evdə oturmuşsunuz, otağın işığını yandırmaq istəyirsiniz, deyirsiniz ki, durursunuz, gedirsiniz, belə deyim də, düyməni basırsınız, otağın işığı yanır. Düzdürmü? Nə düşünürsünüz? Səbəb, üstə gəlin nəticə, səbəb bərabərdir nəticə. Yəni, bir dənə səbəb yaratdınız, yəni siz kulçatırı vurdunuz, yəni o düyməni vurdunuz və işıq yandı. Bu, məişət qanununa görə belədir, düz deyirsiniz, haqlısınız, işığı siz yandırdınız. Amma metafizik qanununa görə işığı siz yandırmadınız. İşığın yanma səbəbində çox kiçik hissəsiz. Məsələn, Mingəçevirdə tok istehsal olunur, o yüzlərlə kilometr yol gəlir, Bakıya çatır, Bakıdan sizin müxtəlif substansiyalar keçir, oradan da keçir, tutaq ki, sizin rayonun substansiyasına, oradan keçir, sizin küçəyə, küçədən keçir, binaya, binadan keçir, sizin bloka, blokdan keçir, sizin mənzilə, mənzildən sizin həmən o otağın qapısına gedib tok çatmalıdır. Yəni, bu tok sistemi təmin olunmalıdır ki, o işıq yansın. Və yaxud da 2 dənə zavod, 3 dənə zavod işləyib lampanı istehsal eləməlidir. Logistika şirkətləri lampanı daşımalıdır, gətirib verməlidir sizin mağazaya ki, siz o mağazadan alıb gətirib lampanı ora bağlayasınız ki, düyməni vuranda işıq yansın. Yəni, sizin işığı yandıranda 100 minlərlə səbəb iştirak eləyir orada. Düzdür ki, sizin düyməni basmağınız da bir səbəbdir, amma ondan başqa 100 min səbəb iştirak eləyir ki, o işıq yanır. Ona görə metafizik gerçəkliyə görə işığı siz yandırmış olmuşsunuz. Siz onun üçün çox kiçik bir səbəbsiz. Bütün bu səbəbləri birləşdirən bir səbəbin atası var. Bu səbəbin atası bu səbəbləri yan-yana qoyur ki, işıq yanır. Siz də orada kiçik bir hissəsiz. Səbəbin atası bunu niyə eləyir? Onu başqa bir TEDx'in çıxışıdır. Amma bugün bilmək istədiyimiz şey odur ki, doğrudan da bizim həyatda elədiyimiz şeylər tam olaraq bizim iradəmizdən asılı deyil. Tam olaraq nəticəni biz dünyaya gətirmirik.
Einsteinın çox maraqlı bir müsahibəsi var. Deyir ki, Einsteinə sual verirlər ki, sizdə mütləq iradə var. Einstein orada cavab verir ki, mən Einstein olaraq başa düşürəm ki, Einstein eləyən, Einsteinin iradəsindən kənar 100 minlərlə iradə var. Hətta Einstein bir də dünyaya gəlsəydim, deyir, mən çətin Einstein olardım. Çünki o səbəblər, o iradələr bir də çətin ki, bir yerə gəlsin. Yəni, biz bir şey eləyəndə yüzlərlə səbəb birləşib o şeyi dünyaya gətirir. Belə eşidər kimiyəm ki, deyirsiniz ki, bəs yaxşı, biz eləmiriksə, bəs neyniyək, nə iş görək, düzdürmü? Əlbəttə ki, mən bunu təbliğ eləmirəm ki, heç nə eləmə, öz-özünə hər şey olacaq. Divandan durmaq lazımdır və gedib düyməni basmaq lazımdır. Belə deyək də, o kurçatırı vurmaq lazımdır, işıq yansın. Yəni, bu %100'dür. Yəni, çox sadəlövlü olar ki, buna inanmayaq. Amma nəzərə almaq lazımdır ki, siz düyməni vuranda işıq yansa və siz desəz ki, işığı mən yandırdım, Azərişıq sizə güləcək. Lampa firmaları sizə güləcək. Çünki işığı siz yandırmadınız. Onlarla birgə olan bir prosesin tərkib hissəsidir. Azərişıq buna görə bəlkə də illik 50 milyon maaş verir ki, sizin evinizdə lampada işıq yansın. Amma digər tərəfdə var. Siz düyməni vursaz, məsələn, tutaq ki, işıq yanmasa, sizin binaya tok gəlməsə, hansısa bu Mingəçevirdən sizə gələn olan naqildə 5 santı nəsə qırılmış olsa və doğrudan da sizin işığınız yanmasa və siz lampanı siz yandırdığınız duyğusunda olduğunuza görə, çünki bizə bu öyrədilir, baxı, biz yandırırıq və doğrudan da sizin binada işıq yoxdursa, o yanmayacaq. Yanmayanda siz başlayacaqsınız özünüzü uğursuz adam kimi hiss eləməyə. Və başlayacaqsınız deməyə ki, mən çox uğursuz adamam. Baxarsınız YouTube-da, şəxsi inkişaf kitablarında ki, kimlərsə durub gedib kulçatırı vurub, o işıq yanıb, amma mən vururam yanmır. Deməli, mən pis adamam, deməli, mən uğursuz adamam. Sizi bu düşüncə tərzi uğursuz eləməyə başlayacaq və siz xoşbəxt olmayacaqsınız. Ona görə bizim işimiz durub gedib düyməni vurmaqdır. Bizim işimiz bundan ibarətdir. Yəni, dolayısıyla bizim işimiz proses eləməkdir. Bizim işimiz nəticə ilə deyil. Mən belə bir sxem çəkmək istəyirəm sizə ki, əlbəttə ki, proses yoxdursa, nəticə də yoxdur. Əgər biz bir şeyi eləmiriksə, durub gedib kulçatırı vurmuruqsa, durub hansısa bir iş eləmiriksə, onun nəticəsi olmayacaq. Yox, amma bir proses eləyiriksə, fərqi yoxdur necəsə. Onun mütləq nəticəsi var. Sadəcə o nəticə müsbət ola bilər, mənfi ola bilər və müsbət mənfi nəticəni biz ona veririk. Bizim elədiyimiz ən böyük xəta nədir? Biz elədiyimiz prosesin yaxşı və ya pis olmasını nəticəyə görə veririk. Əgər nəticə yaxşıdırsa, deyirik ki, o prosesi düz elədik. Əgər nəticə pisdirsə, deyirik, o prosesi səhv elədik. Əslində, bu metafizik gerçəklik deyil, bu yalandır. Metafizik gerçəkliyə görə, həqiqi dünyanın işləyən qanunlarına görə siz bir proses eləyirsinizsə, artıq uğurlusunuz. Əgər proses varsa, uğur var. Nəticə ilə bağlı deyil proses. Məsələn, belə bir şey düşünün. Siz gedirsiniz evdə övladınıza və yaxud da atanız sizə deyir ki, gedin işığı yandırın. Sən gelirsən kulçatırı vursan, işıq yanmır. Atanız sizə deyirmi ki, sən nə uğursuz adamsan, sən nə fərasətsiz adamsan, işığı yandıranmadın. Dərhal cavab verir ki, yəqin binada işıq yoxdur. Düzdürmü? Niyə? Çünki başa düşür ki, sizin o işiniz o kulçatırı vurmaqdan ibarətdir. Sizin işiniz lampanı yandırmaqdan ibarət deyil. Və indi götürün bu proyeksiyanı, qoyun həyatın özünün içinə. Məsələ bitdi. Bunu əgər həyatın içinə qoya bilsək, məsələ bitir. Məsələ artıq biz başa düşürük ki, bizim işimiz proses eləməkdir və proses eləyirsənsə, uğurlusan. Əgər bir yerə CV göndərmisənsə, səni çağırmayıblarsa, sən artıq uğurlusan, narahat olma. Əgər sən biznes qurmaq istəyirsən və qurmusan, uğursuzsansa, yəni uğursuz olmuşsansa, sən uğurlusan. Yəni biznes mənfi olubsa da, yəni uğurlu olmayıbsa da, sən uğurlusan, narahat olma. Bizim işimiz proses eləməkdir. Və yadda saxlamaq lazımdır ki, divanda oturub işığın sönülü olmağı ilə durub gedib düyməni bassan işıq yanmasa arasında çox ciddi fərq var. Heç biznes eləməməklə, heç addım atmamaqla, addım atıb uğursuz olmaq arasında çox ciddi fərq var. Çünki elədinsə artıq uğurlusan, məsələ bitir. Bizim işimiz proseslə bağlıdır. Biz işimizi proses eləməliyik. Mənim bununla bağlı bir niyə görə insanlar xoşbəxt ola bilmir? Çünki nəticəyə fokuslanır. Çünki nəticənin özü o nəticəni doğurduğuna inanır. Biz başa düşsək ki, proses eləyirik, məsələ bitəcək. 2017-ci ildir, biz ev almaq istəyirik, yoldaşımla ev axtarırıq. Və axtardığımız 3 kriteriya var. Şəhərin mərkəzində olmalıdır, çox otaqlı olmalıdır və təmirli olmalıdır. Biz hansı maklerin yanına gedirik, hansı yerə gedirik, hamısı bizə deyir ki, bizim əlimizdə də 10 manat pul var.
hara gedirik, hamısı bizə deyir ki, sizin axtardığınız kriteriyada evlər 16 manatdır. Siz 10 manata ev tapa bilməyəcəksiniz. Və bizə başlayırlar izah eləməyə ki, ya remontdan kəsməlisən, ya location'ı dəyişməlisən, ya da az otaq almalısan. Mən də deyirəm ki, yox, belə bir şey olmaz. Biz bunu alacağıq. Ev axtarmaq istəyən, ev almaq istəyən nə etməlidir? Proses eləməlidir. Proses nədən ibarətdir? Saytlara giririk, ev axtarırıq, maklerlərlə görüşürük, gedirik, evlərə baxırıq və s. Amma 10 manat pulumuz var. Və bir günləri oturmuşuq və bir dənə ev gördük 16 manat. Amma kriteriyaları bizim istədiyimiz kimidir. Dedik yoldaşımla ki, gəlin bunu yığaq. Öz-özümüzə də dedik ki, bu axı enməz də, maksimum 2 manat enər, 14 manat. Amma bizim 10 manatımız var. Hətta öz-özümüzə zarafatça dedik ki, yığmaq pulsuzdur da, qoy yığaq, qoy bizə yox desin, evi yox. Biz o evi yığdıq, ev yiyəsi götürdü, dedik 10 manat pulumuz var, dedik gəlin baxın. Dedik gəlin baxın, tez belə külfəti yığdıq ki, bir dəfə şansımız var da, başqa variantımız yoxdur, getdik evə baxdıq, hər şey okey, evinin behini verdik, aldıq. Bu gün də mən o evdə yaşayıram. Üstündən alış-verişdən sonra mənə də çox təəccüblü idi ki, 16 manatlıq evi niyə 10 manata ala bildik. Sonra üstündən bir müddət sonra başa düşdük ki, o həmən satan adamın elə bir vəziyyət olub ki, deyib ki, kim yığsa, bax, indi kim yığsa ona satacam və 5 dəqiqə sonra mən yığmışam. Baxın, nəticəni biz idarə eləyənmirik. Mən bilmirəm ki, o 5 dəqiqə sonra o söz deyə bilər. Mən orada 100 min səbəb iştirak eləyir, 100 min səbəb. Mən sadəcə mənim işim nə etməkdir? Proses eləməkdir. Zəng vurmaqdır, gedib evə baxmaqdır, nə bilim, bundan ibarətdir. Bizim işimiz bundan ibarətdir. Sən proses elədikcə uğurlusan. Bax, bunu əgər öz yaddaşımıza qoya bilsək, biz dünyanın ən xoşbəxt insanı olacağıq. Nəticənin bizdən asılı olmadığını inananda nə baş verir? Stresimiz azalır, şuurlu şəkildə yaşamın içində olmağa başlayırıq, təvazökar oluruq, nə bilim, təmiz niyyətli vicdanla işləyirik. Baxın, bunların hamısının tərsi var. İnsanın egoist olmasının səbəbi bilirsiniz nədir? Nəticəyə köklənməsi. İnsanın vicdansızlıq eləməsinin səbəbi bilirsiniz nədir? Nəticəyə köklənməsi. Əgər prosesin keyfiyyətinə köklənən adam niyə vicdansızlıq eləsin ki? Və yaxud da nəticənin ondan asılı olmadığına inanan adam niyə egoizmlə məşğul olsun ki? Düzdürmü? Yəni, proseslə məşğul olan adam o prosesi vicdanla, dürüst inkişaf elətdirməklə məşğul olacaq. Və o inkişaf elətdirdikcə xoşbəxt olacaq. Bilirsiniz nə deməkdir? Bunun adı nə deməkdir? Bunun adı yaşamaqdır. Bunun adı yaşamaqdır. Nəticəni buraxanda sən artıq yaşamağa başlayırsan. Artıq həyatdan zövq almağa başlayırsan. Və yaşamaq nəticəndə deyil, prosesin özündədir. Və mənə görə ən böyük azadlıq nəticənin səndən asılı olmağından, əsarətindən qurtulmaqdır. Artıq sən başa düşürsən ki, sən əlbəttə ki, müsbət nəticə oynayırsan, əlbəttə ki, yaxşı olmağa oynayırsan, bu başqa söhbət. Amma prosesin özünü təkmilləşdirməyə başlayırsan. Bir günləri Loğmanın oğlundan belə bir məsləhət verir ki, dünyanın ən yaxşı yatağında yat, dünyanın ən yaxşı yeməyini ye və dünyanın ən varlı insanı ol. Loğmanın oğlu da təəccüblənir, soruşur ki, atam, biz imkanımız yoxdur, yəni mən necə eləyim bunu? Deyir, əgər sən işləsən, gəlib yatsan, yatdığın yer dünyanın ən yumşaq yatağı olacaq. Əgər sən acanda yemək yesən, yediyin yemək dünyanın ən ləziz yeməyi olacaq. Və əgər sənin gözün başqasının var dövlətində olmasa, sən dünyanın ən varlı insanı olacaqsan. İşləmək nədir? Proses. Onun prosesin nəticəsi nə olur? Ən yaxşı yeməyi yemək, ən yaxşı yataqda yatmaq. Məndən soruşursunuzsa ki, xoşbəxtliyin düsturu nədir? Mənə görə xoşbəxtliyin düsturu, xoşbəxtlik iradəndən asılı olmayan səbəbləri qəbullanmaqdır. Və başa düşməkdir ki, hər şey bizim əlimizdə deyil. İpi möhkəm tutub saxlamaqla deyil. Bizim işimiz gedib kulçatırı vurmaqdır. Bizim işimiz CV göndərməkdir. Bizim işimiz proses eləməkdir. Nəticə tam olaraq bizdən asılı olmur. Çünki biz CV göndərdiyimiz yerdə ora 100 minlərlə CV gəlir, orada işə götürən HR-ın vəziyyəti var və s. 1000 dənə orada səbəb var. O səbəbin hamısını biz idarə eləyə bilmərik. Bizim sadəcə daha yaxşı CV göndərmək, daha çox yerə CV göndərmək, belə deyək də, məsuliyyətimiz var və onunla məşğul olmalıyıq. Və sonda demək istəyirəm ki, bizim işimiz proses eləməkdir və əlimizdən gələn qədər prosesi düzgün şəkildə eləməliyik. Biz prosesi düzgün eləyək, gedək kulçatırları vuraq, CV-lərimizi göndərək, bizneslərimizi yaradaq, həyatın içinə atılaq, yaşayaq. Səbəbi isə, buraxın səbəbin atasına, səbəbin atası özü bütün səbəbləri birləşdirəcək, bir nəticə ortaya gətirəcək. Ola bilər ki, bəzən o nəticə sizin planladığınız nəticə olmayacaq, narahat olmayın. Amma bir şey nəticə olacaq. O nəticə də, belə deyək də, o nəticə də gözəl olacaq. Çünki ona edirsə, gözəl edir. Diqqətinizə görə təşəkkürlər.